izləyicilərimiz, düz masajdır dairəsi var. Gördüyün 1 dəqiqə piyada masajdır dairəsindən sən bütün avtobuslarda evin qarşısından keçir. Yəni binanın. Məsələn 517-dir, 517-də gəldi keçdi burada. Manatlıq taksilər. Bu gördüyün binada özdə bir dənə də bir söz deyim. Burada mən gələndə gördüm bir dənə məşhur adam var, o da burada qalır. Yaxşı bir binadır, kupçalı bir binadır. 80 neçə kvadrat? 82 kvadrat 125 min manata əşyalı, kupçalı. Keçəməzdə doğru. Gəldik çıxdıq bax bu sözü gedən bu mənzilə. Bu mənzilimiz bax 3 saylı məktəb düz evin yanında. 2 saylı 9 saylı evin yanında. Bax görürsən 3 saylı məktəbdir. Qardaş Heydərli parkına da piyada gedib gələ bilərsən. İcra hakimiyyəti 11 saylı məktəb hər birinə gedib gələ biləcəyin bir yerdir bura. Deməli maraqlı bir proyekti var. Gedək evin bilsən hara? Giriş hissəsinə. Bəh bəh bəh. Gör hardadır bax. Gəldin evin giriş hissəsi buradadır. Nə görürsən, hamısını saxlayacaq evin içərisində, heç nə götürməyəcək. Girdin evin giriş hissəsi buradadır. Bir də o deyirlər, niyə ayaqqabı ilə girmirsən? Çünki bu evdə yaşayış yoxdur. Ev tozdur. Evin sahibi də icazə verir bu ayaqqabı ilə çəkilməyə. Yaxşı mı qadağan? Burada yerləşir evin yataq otağı, bütün mebellər qiymətə daxildir. Və dövlət ipotekasına yararlı bir mənzildir. Burada hamamız sanuzeli, aksesuarların hər biri quraşdırılır. Burada bəbiş otağı, burada qəşəng uşaq otağı, geniş evin bir dənə belə bir geniş zalı, bir dənə televizor satmır bunu. Bura nədir? Balkona çıxmaq üçün yer. Bax, balkona bağlayıblar indi bunu, o tərəfdən göstərəm. Bir dənə mətbəxə bax. Bu evdə mənim çox xoşuma gələn mətbəx oldu. Çox geniş bir dənə mətbəx, mebeli, qazı, aspiratoru, moykası, hər şey hazır. Gəl. Bu balkonu, valla mən bu ev yəsinin yerində olsam, o uşaq yataq otağım böyüdüb, bura bir dənə uşaq yataq otağı salaram, bunu da ortadan bölərəm. Ən gözəl proyekt. Eləyərəm bu başı 4 otaq. Satış qiyməti 125 min manat, kupça əldə, real alıcı ilə də qiymətdə də razılaşma olunacaq. Gəlin, baxın, danışaq, sağ olun. Videoları bəyənin. Yəni, həmişə kimi sözümün arxında deyirəm. Qardaşı üstün qulluğu sağ olun.